biz müsbət hədəflərə doğru var qüvvəmizlə hərəkət etməliyik. Əslində başqa çarəmiz də yoxdur. İnsan buna görə yaranıb. Yəni bununla məşğul olmayıb nə ilə məşğul olacaq ki? Yəni başqa nə işimiz var ki? Uğur qazanmaqdan başqa işimiz nədir ki? Yəni bu qədər potensialı, bu qədər istedadı məhv eləyib zibilliyə tökməyin nə mənası var? Qəbristanlığa aparmağın nə mənası var? Kimsə deməsin ki, mənim istedadım yaxşıdır. Bunu Allah verib. Biz nə etmişik? Bu çox mühümdür. Dəyişmək əsas şərtdir bu nöqteyi nəzərdən. Yəni dünya dəyişmirsə özün gözləntin olduğu dəyişiklik ol. Sən dünyanın necə dəyişiklik görmək istəyirsən? Özün ol. Özün həmin dəyişiklik ol. Özün həmin dəyişikliyi yarat. Niyə deyirsən ki, gərək bunlar olunsun? Kim eləməlidir? Mən və sən. Hər birimiz eləməliyik. Əgər keçmişdəki kimi düşünsən, elə keçmişdəki nəticələri əldə edəcəksən. Sən 100 dəfədə, 1000 dəfədə, milyon dəfədə 2 vur 2 desən, elə 4 olacaq. Qarşıva maneə çıxanda hədəfi dəyişmə ki, maneənin, əngəlin ortadan qalxmasına çalış. Adam bir məqsəd tutanda, görəndə ki, qarşısına maneə çıxır, hədəfi dəyişməz, üslubu dəyişər ki, o maneə olmasın. Uğur Allahdan da, Allah həmişə uğur verməyə hazırdır. Biz nə qədər zəhmət çəkirik, o mühümdür. Allah sizə uğur versin.